Ajansaz xəbər verir ki, Rusiyada öldürülən azərbaycanlıların, AMON tərəfindən öldürülən azərbaycanlıların sayı 5-ə çatıb. Son məlumat bundan ibarətdir ki, AMONçular daha bir azərbaycanlını öldürüb. Rusiyanın Yekaterinburq şəhərində AMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyin Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməloğlu Səfərov da öldürülüb. Ajansaz xəbər verir ki, qeyd edir ki, daha doğrusu, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıkları müxtəlif ünvanlarda keçirilən əməliyyat nəticəsində 2 nəfər qətlə yetirilmişdir, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən 2 qardaşlardan biri Hüseyin Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. Qətlə yetirilən hər iki şəxs tanınmış ədəbiyyatşünas 525-ci qəzetin baş redaktor müavini Seyfəddin Hüseynlinin qardaşlarıdır və bununla bağlı Xaricilər Nazirliyi tərəfindən də rəsmi məlumat yayılıb. Xaricilər Nazirliyinin hadisə ilə bağlı verdiyi bəyanatı da diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Xaricilər Nazirliyi Rusiya Federasiyası Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. Ajansaz xəbər verir ki, Xaricilər Nazirliyinin bəyanatında bildirilir. 27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanılması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirə salınmaz araşdırma aparılmasını və bu qəbul edilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik. Bu Xaricilər Nazirliyinin hadisə ilə bağlı bəyanatı idi. Qeyd eləmək istəyirəm ki, son olaraq məlumat bundan ibarət idi ki, deməli, həmən AMON-un saxladığı azərbaycanlıların da həbsxanadan görüntülər də yayılmışdı. Bununla bağlı siz Ajansaz xəbər portalına daxil olub məlumat əldə edə bilərsiniz. Eyni zamanda Ajansazın Instagram və TikTok səhifələrində də bu barədə məlumatlar sizə təqdim olunur.